Bugünkü müşavirədə biz kənd təsərrüfatının inkişafını müzakirə edəcəyik. Bildiyiniz kimi bu sahəyə daim çox böyük diqqət göstərilir. Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərindən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci 5 illik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə 5 illik regional inkişaf proqramı qəbul edilmişdir. Və bunun nəticəsində bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edilmişdir. Bugün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdır. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni, kəndlərin dirçəldilməsi üçün və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdur. O ildən bu yana bölgələrdə geniş miqyaslı infrastruktur layihələri icra edildi. Əgər biz azad edilmiş torpaqları istisna etsək, bugün ölkə üzrə qazlaşmanın səviyyəsi 96%-dir. Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur. Nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral və şəhərlər arası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir. İlk növbədə Taxta Körpü, Şəmkirçay, Göytəpə və digər kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə bölgələrin inkişafı və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Və bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir. Üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir. Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, geniş miqyaslı və çox çeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlif güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri və bu da deyə bilərəm ki, dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir. O cümlədən güzəştli kreditlərin verilməsi, dövlət xətti ilə bugün də həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Məsəl üçün,
Əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən ilə artırdı. Amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Və həm məhsuldarlıq çox aşağı səviyyədə idi, haradasa maksimum 1 ton hektardan, köhnə dillə desək 10 sentner və pambıq istehsalı Azərbaycanda 20 min tona düşmüşdü. Görülmüş tədbirlər nəticəsində ildən ilə aparılan islahatlar nəticəsində bugün həm məhsuldarlıq artıb, həm də istehsal artıb. İndi bugün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdir və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur. Baramaçılıq faktiki olaraq əldən getmişdir. Görülmüş tədbirlər nəticəsində, dövlət dəstəyi nəticəsində baramaçılığı da biz bərpa etdik və bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdır. Və belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcə olaraq bildirməliyəm ki, bir çox istiqamətlər üzrə bizim nəzərdə tutduğumuz vəzifələr icra edildi. Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni dövlət proqramı hazırlansın, qəbul edilsin. Hər tərəfli olsun, əhatəli olsun, həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret olmalıdır və qısa müddətli olmalıdır. Və bugün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir. Bugün dünyada gedən meyllər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur və bunu nəzərə alaraq əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır. İkinci vacib amil bu yaxınlarda Bakıda keçirilmiş Dünya Urban Forumunun müzakirələrində də bu öz əksini tapmışdır. Geniş miqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın. Bu təkcə bizim ölkəmiz üçün deyil, bütün ölkələr üçün xas olan mənfi meyldir. Ancaq bəzi ölkələr sadəcə olaraq bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Və bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı İstənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Bax, qeyd etdiyim regional inkişaf proqramının və proqramlarının dediyim kimi bir neçə proqram qəbul edilmişdir. Məqsədi də o idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi
fəaliyyətlə məşğul olsunlar, əkin, biçin, turizm imkanları və orada yəni xidmət sektoru da yüksək səviyyədə olmalıdır. Onu da bildirməliyəm ki, biz regional inkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini uğurlu icra etmişik. Bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var. Məktəb tikintisi geniş vüsət almışdır. Düzdür, hələ yararsız vəziyyətdə məktəblər var, amma onların sayı ildən ilə azalır. Bizim 4000-dən çox məktəbimiz var. Bəlkə də biraz az, biraz çox. Onların aradasa deyə bilərəm ki, 80-85, bəlkə də 90% təmir edilib. Nə qədər məktəb tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq üçün və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik. Yenə də deyirəm, qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub, ancaq son bir neçə il ərzində müşahidə edilən kənd təsərrüfatı inkişafında durğunluq əlbəttə ki, bizi düşündürür və bu məqsədlə dövlət proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim. Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq, çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də dövlət proqramının icrasında xüsusi rolu olmalıdır. Və burada biznes nümayəndələrinin əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır. Əlbəttə ki, müxtəlif mexanizmlərdən də biz istifadə edəcəyik. Həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına, sərmayə qoyulmasına daha böyük həcmdə nail olaq və eyni zamanda xarici investorları da biz həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bugün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən ilə artır. Bizim çox yüksək reputasiyamız var dünya miqyasında, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri bizimlə əməkdaşlıq etmək istəyirlər müxtəlif sahələrdə. Və biz əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq eyni zamanda xarici şirkətləri bizə lazım olan sahələrə biz cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır. Beləliklə, bizim istehsalımızla bağlı özümüzü təmin etmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək. Buğda istehsalı. Biz cəmi 55% səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, elə bu səviyyədə bizdə buğda istehsal olunur. Baxmayaraq ki, çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır və onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı
və onun özünü təmin etmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, ithal 1 milyon 267 min ton. Bax, bu ithalı biz azaltmalıyıq. Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100% özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55% qəbul edilməz rəqəmdir və bu mütləq artmalıdır. Digər dənlilər üzrə vəziyyət prinsipi etibarilə müsbətdir. 95% özümüzü təmin edirik və ithal da çox cüzidir. Dənli paxlalılar. Daxili istehsal 23 min ton, ithal 15 min ton. Yəni, özümüzü təmin etmə indeksi 63%'dir. Kartof 91% özümüzü təmin edirik. 160 min ton ithal edirik. Ancaq onu da bildirməliyəm ki, 71 min ton da ixrac edirik. Ona görə burada kəsir o qədər də böyük deyil. Kartof istehsalının artırılması üçün də imkanlar var və biz ithalı tamamilə aradan götürməliyik və həm özümüzü təmin etməliyik, eyni zamanda daha böyük həcmdə ixrac etməliyik. Tərəvəz, bostan məhsulları, meyvə, gilə meyvə burada vəziyyət müsbətdir. Tərəvəz üzrə 107% özümüzü təmin edirik və 214 min ton ixrac edirik. Daxili istehsal isə 1 milyon 770 min tondur. Bostan məhsulları istehsal 460 min ton, ithal demək olar ki, yoxdur. İxrac 18 min ton, 104%. Meyvə, gilə meyvə 140%. Təminat, istehsal 1 milyon 400 min ton. İthalda var təbii, çünki müxtəlif meyvələr var ki, onlar ithal olunur, bizdə yetişmir. Amma ixrac da kifayət qədər böyükdür, haradasa 600 min tona yaxın. Mən qeyd etdim ki, biz fındıqçılıq üzrə dövlət proqramı qəbul etdik. Ondan sonra fındıq bağları geniş vüsət almışdır. Və bugün biz qoz fındıq istiqaməti üzrə 84 min ton məhsul yetişdiririk, 30 min ton da ixrac edirik və bu istiqamət üzrə biz dünyada 3-cü, 4-cü yerdə qərarlaşmışıq. Üzüm istehsalı, özümüzü təmin etmə misalı 92%. İstehsal 211 min ton, ithal 28, ixrac da var, ixrac da 10 min. Mal əti 84% özümüzü təmin edirik. 30 min ton ithal edilir. 150 min ton daxili istehsal. Quş əti 82%. 147 min ton istehsal, 32 min ton ithal. Qoyun keçi əti 94%. İstehsal 88, ithal 5 min ton. Yumurta 2 milyard 340 min ədəd istehsal olunur, ithal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları 81%. Təminat 23 min ton ithal.
İxrac 7. Bitki yağları özümüzü təmin edirik 52%. Kərə yağı 62%. İstehsal 26, ithal 20, ixrac 4000 ton. Çay 86%. İstehsal 11.000 ton, ithal 2.500, ixrac 1000 tona yaxın. Duz özümüzü təmin edirik, ixrac edirik 20.000 ton, daxili istehsal 80. Un 95%, daxili istehsal 1.364.000 ton, ithal 95, ixrac 28. Makaron məmulatları daxili istehsal 34.000, ithal 18, ixrac 14.000 ton, ümumi təminat 89%. Şəkər 102% özümüzü təmin edirik və 96.000 ton ixracımız var. Bu rəqəmləri mən qeyd etdiyim kimi investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bax bizdə bugün ithal olunan məhsulların istehsalına onlar töhfə versinlər. Bəzi vəzifələrlə əlaqədar aşağıdakıları deyə bilərəm. Ərzaq təhlükəsizliyi ilə əlaqədar artıq bildirildi. Burada təkcə müharibələr və nəqliyyat zəncirlərinin qırılması deyil, iqlim dəyişikliyi də rol oynayır. Bütün bunları biz də müşahidə edirik. May ayında Bakıda hər halda belə yağışın yağmasını mən xatırlamıram. Məndən yaşlı olan insanlar da yəqin ki xatırlamır. Artıq bu əfsuslar olsun ki, bəzən fəsadlar törədir, amma digər tərəfdən bizim su ehtiyatlarımızı da böyük dərəcədə artırır və bugün ambarlarda yığılan su bizə imkan verəcək ki, kənd təsərrüfatı üçün bu il su problemi olmasın. Torpaqlardan səmərəli istifadə məsələsi və burada məqsəd maksimum məhsuldarlığı artırmaq və torpaqların dəqiq analizini aparmaq ki, hansı ərazidə, hansı torpaq sahəsində, hansı məhsulun yetişdirilməsi daha məqsədə uyğun ola bilər. Burada əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir, amma bilirəm ki, bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də fərqlidir. Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin, başqa məhsul yetişdirilməsin, düzgün olmaz. Hər bir sahə üzrə dəqiq analiz, təbii ki, onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir. O cümlədən süni intellekt, peyk imkanları, yerlərdə aparılan tədqiqat, ölkə ərazisi o qədər də böyük deyil. Ona görə bunu etmək çətin olmayacaq. Müəyyən işlər görülüb, ancaq hər bir əkin üçün yararlı torpaq sahəsinin öz, necə deyərlər, pasportu olmalıdır. Orada hansı məhsul yetişdirilərsə, fermer daha çox qazanc götürəcək, bu bir. İkincisi, bizim ümumi kənd təsərrüfatının inkişafı və ixracı strategiyamızın əsasında bu olmalıdır. İxrac, təbii ki, bazarlara bağlıdır. Bazarlar var ənənəvi, var yeni. Ona görə ənənəvi bazarlarda bizim məhsul nə vaxta qədər lazım olacaq? Bu təhlildə aparılmalıdır və prinsipcə müvafiq göstərişlər verildi ki, tərəfdaş ölkələrlə bu məsələlər də müzakirə edilsin ki, biz tutaq ki, meyvə, tərəvəz, bostan məhsulları
böyük həcmdə ixrac edirik. Nə vaxta qədər buna tələbat olacaq bizim üçün ənənəvi sayılan bazarlarda? Çünki indi bir çox ölkələr ərzaq təhlükəsizliyi ilə məşğuldurlar. Düzdür, bəzi ölkələrdə iqlim imkan vermir ki, müxtəlif meyvələr yetişdirilsin. Ancaq hər halda bizim ixracımız bazarlara bağlı olmalıdır. Ona görə subsidiyalar veriləndə əlbəttə bu amillər nəzərə alınmalıdır. Daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi. Ona görə subsidiyalar da çox çevik olmalıdır. Bəlkə də hər il yenidən baxılmalıdır. Həm rayonlar üzrə, həm yetişdirilən məhsul üzrə. Yəni bir dəfə bu məhsula bu qədər subsidiya veririk də 10 il bu davam edir. Belə olmaz. Yəni bu çox çevik mexanizm olmalıdır. Bu da təbii ki, bütün aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır. Kənd təsərrüfatı texnikası ilə təminat. Bu istiqamətdə də çox böyük işlər görülmüşdür. Son 20 il ərzində biz faktiki olaraq öz texnika parkımızı tamamilə yenidən formalaşdırdıq. Köhnədən qalan texnikalar demək olar ki, artıq yoxdur. Və burada da dövlət kifayət qədər fermerlər üçün qəbul edilən şərtlər ortaya qoyub. O cümlədən biz özümüz də indi kənd təsərrüfatı texnikasını istehsal edirik və gələcəkdə bu istiqamətdə əlavə addımlar atılacaq. Gübrə istehsalının artırılması. Biz indi karbamid zavodunun fəaliyyəti nəticəsində nəinki özümüzü, hətta bir çox ölkələri azot gübrələri ilə təmin edirik. Ancaq bu cəmi bir növ gübrədir. Bizə bir çox növ gübrələr lazımdır. Ona görə bəzi xarici şirkətlərlə indi bu məsələlər müzakirə edilir. Azərbaycanda qarışıq gübrə istehsalının yaradılması və gübrələrin fasiləsiz ölkəmizə ixal edilməsi. Çünki bu məsələlərdə də dünyada indi vəziyyət qeyri-müəyyəndir. Bəzi gübrə zavodları bağlanıb, çünki qazın qiyməti kəskin artanda gübrə istehsalı iqtisadi cəhətdən səmərəli olmur. Müəyyən qıtlıq yaradılır. Ona görə əlbəttə ki, praqmatizm nöqteyi nəzərdən biz başa düşməliyik ki, bütün növ gübrələr biz istehsal edə bilməyəcəyik. Ancaq hər halda onların çeşidlərini biz genişləndirməliyik. Kənd təsərrüfatı ilə məşğul olanlar üçün metodik tövsiyələr, treninqlər, bu artıq uzun illər davam edir. Maarifləndirmə prosesi və sığorta məsələləri, yəni ki, bütün bunları daha da təkmil şəkildə biz həyata keçirməliyik. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar biz birinci proqramı qəbul edəndə soyuducu anbarların yaradılması məsələsi çox kəskin dayanmışdır. Çünki bu olmadan məhsulu saxlamaq mümkün deyil və deyə bilərəm ki, son illər ərzində 400.000 ton tutumlu soyuducu anbarlar Azərbaycanda yaradılıb. İndi təsəvvür edin ki, bu olmasaydı, burada da onların mütləq əksəriyyəti güzəştli, az faizli kreditlər hesabına yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500.000 ton olmalıdır. Ona görə 100.000 ton soyuducu anbar tutumlu olan infrastruktur yaradılmalıdır. Su təchizatı. Bunsuz kənd təsərrüfatının inkişafı mümkün deyil. Burada da qeyd etdiyim kimi bir çox önəmli layihələr icra edildi. Su anbarları, Taxta Körpü, Şəmkirçay ən böyük su anbarlarıdır. Göytəpə su anbarı, digər su anbarları. İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal
orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələn çay su anbarlarının sayı 3 oldu. Xaçın çay, ondan sonra Su Qovşan, Sərsəng, Zabux çay su anbarı yenidən qurulduğu üçün Sovet vaxtında yox idi. Deməli, indi Bərgüşad və Həkəri su anbarlarının tikintisi işləri gedir. Qarabağ və Şərqi Zəngəzurda bizim 25% su ehtiyatlarımız formalaşır və onlardan səmərəli istifadə etmək həm o bölgənin su ilə təmin etmək mümkün olacaq, həm digər bölgələrin. Çünki vaxtı ilə Sərsəng və Su Qovşan su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılanda məqsəd Qarabağın hüdudları kənarında olan 7-8 rayonu su ilə təmin etmək idi. O vaxt işğaldan sonra ermənilər suyumuzu kəsmişdilər. İndi bir kanal fəaliyyətdədir, digər kanalın tikintisi davam edir və beləliklə 8 rayona haradasa 100.000 hektar torpağa su veriləcək. Şirvan kanalı, bunun tikintisinə biz, yəni beton kanal olaraq başlamışıq və yəqin ki, gələn il artıq istifadə veriləcək. Bu da böyük həcmdə torpaq sahələrini su ilə təmin edəcək. Bu barədə bugün məruzə ediləcək. Qarabağ kanalının biz bərpasına, yenidən qurulmasına başlamışıq. Vaxtı ilə bunlar yuxarı Şirvan, yuxarı Qarabağ adlandırılırdı, amma aşağı Şirvan, aşağı Qarabağ kanallar olmadığı üçün biz qərara gəldik ki, bunları elə Şirvan və Qarabağ kanalları adlandıraq. Yəni, bu kanallar işə düşəndən sonra bəlkə də 200-300 min hektar torpağa su veriləcək. Ancaq bu torpaqlarda müasir şəbəkə qurulmalıdır və bu da dövlət proqramında nəzərdə tutulur. Müasir suvarma sistemləri hal-hazırda, bu da dövlətin dəstəyi ilə mümkün olub, 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Və əgər bizim 300 min hektarda müasir suvarma sistemləri qurularsa, baxın nə qədər bizdə məhsuldarlıq arta bilər. Məhsuldarlığa gəldikdə son illər ərzində burada artım var və bunu biz yüksək qiymətləndiririk. Məsəl üçün, taxılçılıqda bizdə bugün hər hektardan 3,2 ton məhsul yığılır. Əvvəlki illərdə bu hardasa 2 ton bəlkə də bir qədər çox idi. Məqsəd bunu 5 tona çatdırmaqdır. Pambıqçılıq, qeyd etdiyim kimi, cəmi 1 ton bizdə məhsuldarlıq idi hektardan. Görülmüş işlər nəticəsində 3,6 tona çatıb. Bu da bütün dövrlər, hətta Sovet dövrünü götürsək, ən yüksək nəticədir. Amma məqsəd ən azı hər hektardan 5 ton götürmək. Və belə olan halda 100 min hektarda ki, bizdə pambıq əkilir, 500 min ton pambıq istehsal olunacaq. Və əlbəttə ki, bunun ondan sonraki emalı məsələlərinə də biz baxırıq. İplik, ondan sonra hazır məhsul. Məqsəd qoyulmalıdır ki, biz yəni maxlıc ixrac etməyək. Hazır məhsul istehsal edək, ixrac edək. Bu istiqamətdə artıq işlər görülür. Yeni fabrikalar qurulmalıdır və investorları mən buna dəvət edirəm. İntensiv bağçılıq. Bunun da müsbət nəticəsini biz görürük. O cümlədən azad edilmiş torpaqlarda, Ağalı kəndinin yaxınlığında salınmış meyvə bağı, mən bu yaxınlarda Zəngilanda olarkən mənə məlumat verildi ki, artıq oradan ixrac da olunur. Yəni, intensiv bağçılıq xüsusilə meyvə yetişdirilən bölgələrdə əsas prioritet olmalıdır və burada məqsəd qoyulur ki, yeni
20 min hektarda intensiv bağçılıq səviyyəsində bağlar qurulsun. İstixana kompleksləri. Bugün bizim 1500 hektarı əhatə edən istixanalarımız var. 500 hektar əlavə olunmalıdır. Və burada da əlbəttə ki, ilk növbədə özəl sektorun fəaliyyətinə biz arxalanırıq. Ət, süd, quş əti 100% özümüzü təmin etməliyik. Mən rəqəmləri qeyd etdim, haradasa 80-90% səviyyəsindədir. Bunu 100%-a çatdırmaq üçün mən hesab edirəm ki, imkanlar var. Və bu proqram qeyd etdiyim kimi qısa müddətli olmalıdır. 2026-2030-cu illəri əhatə edəcək. Nəzərə alsaq ki, 2026-cı ilin demək olar ki, yarısı artıq arxada qalır. Bu proqramın icrası üçün cəmi 4 il yarım qalır. Buna görə dövlət xətti ilə proqramın maliyyələşdirilməsi üçün vəsait bu il ayrılmalıdır. Hökumətə tapşırıram ki, vəsait tapılsın və özəl sektorla da müxtəlif qurumlar, təbii ki, Kənd Təsərrüfatı Nazirliyi, hökumət, ondan sonra Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, digər qurumlar fəal işləməlidirlər. Təxmini hesablamalar aparılıb, əlbəttə ki, indidən bunu demək çox çətindir. Amma təxmini hesablamalar göstərir ki, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox vəsait lazım olacaq. Özəl sektorun payı isə haradasa 3 milyard manatdan çox olacaq. Çox böyük rəqəmdir. Xüsusilə nəzərə alsaq ki, cəmi 4 il yarım ərzində bunu biz həyata keçirməliyik. Ona görə proqram qəbul ediləndən dərhal sonra işlərə biz başlamalıyıq.